Hamıya salam dostlar. Bu günləri biz sizinlə bərabər AFC Mobile 2025 oynayacağıq. Hə dostlar, AFC 25-ə FIFA 25 kimi gəlib belə şeylər. Kompüterdə oynanılan AFC-də, yəni FIFA. Hə dostlar, maç axtarır və maç da tapdı. Görək, Tottenhamla qarşılaşırıq. Və dostlar, oyuna təzə gələn güncəllənməyə çox heyrətə qaldım. Çox qəşəng bir güncəllənmədir, xoşuma gəldi. Bizim takımın geni 110'dur. Görək, qarşı takım o da 110'dur. Amma bütün oyuncuları bizim oyunculardan daha qəşəngdir. Mən bunu nə olar nə olmaz deyə defansa qoyuram. Sonra bir xəta olanda da, gol vurulanda da pis olmuyor. Şimdi Bukayo Saka. Qəşəng Beckham. Aydat, mən nətər vuranmadım. Uf! Qəşəng. Özümüzdən güclüyə qəşəng gol vurduq. Qəşəng. 111 canlayıcı Buffon belə bu şut qabağında qaldı. Dostlar, deyəsən qarşı tərəf Rusiyalıdır. Rusiyalıdır, hərfindən tanıdım. Lan. Nəbadə gol yeməyin. Allah. Ay. Aydat, Beckham'dan orada qəşəng şıx bir hərəkət eləmək istədim. Osimhen vur. Uy. Qəşəng. Möhtəşəm. Lan gol vuracaq, cəza vermiyor. Ay. Yo, Rus'tu bu. Çıxdı deyəsən oyundan. Gələ. Hə dostlar, yəni belə bir şey, elə bir oyundan çıxdı da. Qorxdu. Oy dada. Buffon ne doğa belə. Neyse dostlar, amma belədə də qəşəngdilər. Doğuya nətər şutuydu. Amma dostlar, məncə yaxşı bir mücadilə idi. Yəni mücadilədir.
Bəxtəvərin qəşəng qapıçısı var, Oy. Qapıçıların etibarı yoxdur. Belə bir şey də gördük. 111 Buffon FIFA'nın ən qəşəng qapıçılarındandır. Hələ də qol yiyir. Amma dostlar, Petr Cech daha qəşəngdir. Yəni FIFA'da, EFC-də də. Petr Cech'i mən görmüşəm, Buffondan daha qəşəng hərəkətlər eləyir. VS atakda qabağıma çıxıb o. Haydi, adam qorxdu dostlar. Adam qorxdu. Adam qorxdu. Bəlkə də erməni idi. Oynayan bəlkə erməni idi. Çünki rusları mən tanıyıram. Rus oyunçuları bu qədər asan vazgeçən deyil. Onlar belə dirəşirlər. Adamla dirəşirlər. Yağın bu ermənidir. Ermənilər belədir. Rus oyunçuları ilə mən qarşılaşmışam. Onlar qəşəng oynayırlar. %100 ermənidir. Yaxşı, sağ olun dostlar. Bugünlük video bu qədər idi.